بسم الله الرحمن الرحيم. Mina Vasif, Eymen Zidan, Hüseyin Hicaz, Qasim Məlhə, Ali Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد. جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد. علمه علم الرسول رأيه السهم المسدد. كيف لا يرقى الثريا كوكب من آل أحمد. صفوة من أصفياء وسليل الأنبياء. ده إمام الفقهاء واسمه في الدين يذكر. Filmin rejissoru Sami Əl-Cənadi. Yeddinci hissə. Əziz qardaşlar, Allah həccinizi və səyinizi qəbul eləsin. Allahdan diləyirik ki, Əməvilərə qarşı qiyamımızda bizə yardımcı olsun. Amin. Qardaşlar, sizlərdən hər biri bizim imamət məsələsində Əməvilərin qəsb etdiyi haqqımız üçün sustuğumuzu bilir. Ümid elədik ki, onlar şərəfli Peyğəmbərin yolunu tutacaqlar. Düz deyirsən. Onlar Peyğəmbər sünnəsinə, Qurana müxalif çıxdılar. Doğru deyirsən, İbrahim. Onlar Allahın qoyduğu qayda qanunu tərk elədilər. Azğınlaşdılar, zülm elədilər. İslam alimlərini qətlə yetirdilər. Bütün bunlar onların nadan və daşürək valilərinin əli ilə həyata keçib. Elə isə, deyin görün bu hakimiyyətin dəyişməsi məsələsində mənimlə həmrəysiniz? Bəli. Onda bu məkandan Məhəmmədin əhl-i beytinin xilafətinə razılıq elan edirəm. Peyğəmbər əhl-i beytin razılığı. Peyğəmbər əhl-i beytin razılığı. Peyğəmbər əhl-i beytin razılığı. لا إله إلا أنت حقا حقا الأول قبل كل شيء وها أنا بين يديك ناصيتي بيدك فاغفر لي إنه لا يغفر الذنب العظيم غيرك. أي رباه أي سيداه أي أملاه أي رجاءه أي عماداه أي كهفاه أي حصناه أي حرزاه أي فخراه. بك آمنت ولك استسلمت وعليك توكلت وبابك قرعت وبفنائك نزلت وبحبلك اعتصمت وبك استعنت وبك أعوذ وبك ألوذ وعليك أتوكل وإليك ألجأ وأعتصم وبك أستجير في
جميع أموري وأنت غياثي وعمادي وأنت عصمتي ورجائي وأنت الله ربي. Yox, bəsdir, daha istəmirəm. Ana, xahiş eləyirəm. Heç olmasa bir-iki tikə ye. Bədənin həm açlığa, həm də xəstəliyə tab gətirə bilməz. Nə olar, ye. Dilədiyimdə istədiyimi verən Allaha həmd olsun. Halbuki məndən borc istədiyində mən xəsislik eləyirəm. Ehtiyacıma görə istədiyim vaxt səsləndiyim və sirrim üçün istədiyim yerdə əvəz güdmədən xəlvətə çəkildiyim və ehtiyacımı ödəyən Allaha həmd olsun. Pərverdigara, məni cəzanla tərbiyələndirmə və məni fitnə fəsada düçar eləmə. Xudaya, xeyir mənfəət mənə hardandır? Xeyir mənfəət yalnız sənin dərgahındandır. Qurtuluş mənə hardandır? Ona da yalnız sənin sayəndə yetişirlər. Mənə səsləndiyində ləng olsam da, çağırdığımda mənə cavab verən Allaha həmd olsun. Həmd Allaha məxsusdur. Həmd Allaha məxsusdur. Mədinə şəhəri. Dəməşq. Hədiyyələrinizə görə təşəkkür edirəm və Allah səyinizi və həccinizi qəbul eləsin. Allah sizdən razı olsun, ya Əmirəl-Möminin. Həccin əmri özünü layiqli mi aparırdı? Təqdir Allahındır ya Əmirəl-Möminin. Sənə nə deyə bilərik? Deyin, nə gördünüz? Onun bir çox pis əməlləri üzə çıxdı. Musiqi və şəraba başı qarışdı və həcdə cəmaatın öndərliyini öz xadiminə tapşırdı ya Əmirəl-Möminin. O hətta özü ilə itləri də aparmışdı. İtləri? Rəhbər rəiyyətinin bir üzvü kimi olmalıdır və rəiyyətindən gizlənməməli. Onlar üzərində təkəbbürlənməməlidir. Ey Hişam, elmdə bilmədiklərini öyrən və öyrəndiklərindən bilməyənlərə də öyrət. Alimi elminə görə izzətli tut və onunla mübahisədən uzaq dur. Cahili də cəhalətinə görə kiçik tut. Gizlində Allahdan utanın. Qəbahət işlərdə insanlardan utandığınız kimi. Bilin ki, hikmət möminlərin can atdığı amaldır. Alimləri itirməmiş onlardan elmi öyrənməlisiniz. Ey Hişam, şükrünə aciz olduğun hər bir neymət, tənə vurulacağın çirkinlik dərəcəsindədir. Həya imandandır, iman da cənnətlikdir. Abırsızlıq isə cəfadır, cəfa da cəhənnəmlikdir. Ey Hişam, insanlar danışıqlarına görə 3 yerə bölünürlər. Fayda götürənlər, onlar Allahı dili ilə zikr eləyərlər. Salamatda olanlarsa susub sakit qalanlardır. Həlak olanlarsa batilə baş qoşanlardır.
öz haqqında nə deyildiyini, özünün nə dediyini vecinə almayan, həyası olmayan pozğuna Allah cənnəti haram eləmişdi. Günəşi görməyən göz haqqı güman eylədi. Zülm eləyən zalımı tale viran eylədi. Haqq yolu ilə getməyə oyanmadı ümmətim. Röyayı qəflətdədir, işə ziyan eylədi. Zülmə giriftar olan istəsəydi ədalət, bilərdi ki, bu qəflət xeyli hədyan eylədi. Yumdu gözünü ümmət, hökm düşdü təxirə, dünya malının mehi əsti, boran eylədi. Sözümüz rəsulların, nəbilərin sözüdür, amma əməllər bizi cahil bəyan eylədi. Həva-və həvəs bizi əsir etdi dünyaya, xərabət əhli olduq, zülm, tüğyan eylədi. Dünya ipindən bərk-bərk yapışarkən unutduq, fani dünya çoxların kör zindəgan eylədi. İtlər? Həcdə itlər? Allah and olsun ki, səndən əvvəl belə bir iştan olmayıb. Ey əmir əl-müminin, mən itlərin məsələsindən yalnız orada həcdagah oldum. İtləri ora karvanbaşı aparmışdı. Kərvanbaşı həbs olunsun. Sənsə ey Vəlid. Həcdə insanlar sənin əməllərinin şahidi olublar. Ona görə də indi bu sarayda sən hamının qarşısında vəliəhdlikdən imtina eləyəcəksən. Yox, eləməyəcəm. Bədbəxt. Bütün bu elədiklərindən sonra insanlar sənin vəliəhdliyinə razı olmazlar. Onlar səndən üz döndərməmiş, sən özün bundan imtina elə. Bu insanlara heç bir aidiyyəti olmayan bir işdir. Mənə gəldikdə nəfsimə əmr elədim ki, vəliəhdlikdən imtina elətdirməsin. Sənə gəlincə isə, ey əmir əl-müminin, atam Yezidi və ona verdiyin vədi yadına sal. Kəşke atan sağ olaydı və sənin elədiklərini görəydi. Bugündən sənə və sənin hər bir tərəfdarına güzəşlər qadağandı. Gedə bilərsən. Kimisə gözləyirsən? Bəli, cənab. Bilirsən İsa, bizim şüarımızı eşidib təəccüblənən bir qrup məni gördü. Sanki insanlar Bəni Üməyyənin hakimiyyəti altında inildiyir və xilas yolu axtarırlar. Elədir ki, var, cənab. Gəl gedək mənimlə İsa. Xəbəriniz olsun ki, validin davranışı Hişama, tariximizə və övladlarımıza ləkə gətirir. Xanım, bəs çarə nədir? Mən dəfələrlə əmir əl-mümininə təşəbbüs göstərdim və onun nəzər diqqətini ağa məsləməyə çəkdim. Amma o xəlifəsinin vəld olmasında israrlıdır. Yəni xilafət bu fasıq şəxsə çatacaq? Yəni bundan yaxa qurtarmaq olmayacaq? And olsun Allaha ki, bu Hişam tərəfindən böyük bir zülümdür. Xanım, həqiqətən də bu bütün ümmətə zülümdür. Sən onun yanına get. İndi onun borcu validi vəliəhdlikdən uzaqlaşdırmaq və bunu hamının qarşısında elan eləməkdir. Baş üstə, xanım. Mən bunu eləyərəm. Amma onu qane eləməkdə sizə söz verə bilmərəm. Mədinə şəhəri. Dərzi Əbu Haşimi tanıyırsan? Bəli, mənim ağam. Bu pulun kim tərəfindən göndərildiyini bilməsini istəmirəm. Ehtiyatlı ol.
Salamat qalın ağam. Yaxşı yol. Atacan. Mən acımışam. Sən ac deyilsən? Yeməyimiz qalmayıb qızım. Gör orada puldan bir şey qalıb. Yox. Heç nəyimiz qalmayıb. 50 ilə yaxındır ki, dərzilik eləyirəm. İndi gözüm az qala əlimi də görmür qızım. Get əbamı götür, sabah bazara çıxarıb satarsan. Amma atacan, sən bu əbanı özün üçün tikmisən. Ən son tikdiyin də bu olub. Soyuq düşsə bundan başqa heç nəyin yoxdur. Neyniyim, başqa əlacım yoxdur qızım. Bu gecə bizi neçə casus izləyir? 2 nəfər ağam. Hey sən, tez ol, üzünü aç. De görüm gecənin bu vaxtı burada sənin nə işin var, hə? Mənə kömək eləyərsən. Nə köməyi? Boğaz inəyi necə doğuzdurmağın yollarını bilirsən? Get buradan. Get bunu başqasından soruş. Axşamın xeyir, Əbu Haşim. Hər vaxtın xeyir olsun. Ey Allah bəndəsi, sən kimsən? Əvvəlcə sən qapını bağla. Kiminsə məni belə gec bir vaxtda görməsini istəmirəm. Narahat olma, Əbu Haşim. Məni bir nəfər göndərdi ki, bu əmanəti sənə çatdırım. Əmanət? Onu sənin üçün saxlamağımı istəyirsən? Bu sənə çatdırmaq üçün mənə verilən bir əmanətdir. Mənə? Bu pullar mənim üçündür? Həmd olsun Allaha. Həmd olsun Allaha. İcazənlə mən gedim. Bir dəqiqə dayan. Bəs bunları mənə kim göndərib? Mənə tapşırdı ki, sənə heç bir şey söyləməyim. Bu həm sənin, həm də onun xeyrinədir. Allah o kişini öz pənahında saxlasın. Cəfər ibn Məhəmməd isə mən onun əmisi oğluyam. Çox imkanlı olmasına baxmayaraq mənə bir dirhəm belə göndərmir. Allah amanında. Sağ-salamat get. Həmd olsun Allaha. İlahi, bu pulun sahibini müvəffəq elə. Onu bu dünyada da, ahirətdə də bağışla. Amin. Qızım! Qızım! Allah səni saxlasın anacan. Axı niyə suyu məndən istəmirsən? Elə bildim yatmısan. Səni yuxudan eləmək istəmədim. Otur, otur. Buyur, iç ana. Ana, bilirsən, paltarın köhnəlib. Sənin üçün təzə paltar alacağım. Sənin pulun hardandı oğlum? Mənim bunun üçün kifayət qədər pulum var.
Bilirəm ki, sən evlənmək üçün pul yığırsan. Amma pulunu mənim kimi qoca qarıya xərcləməyini istəmirəm. Belə sözlər danışma anacan. Xətrimə dəyirsən. Mənim bu dünyada səndən əziz heç kimim yoxdur. Şihabəddin Zuhrinin Əmir el-Mömininə sənin barəndə danışmasından xəbərin var? Əbu Bəkir Zuhri? O Hişama nə deyib ki? Təklif eləyib ki, səni vəliəhdlikdən uzaqlaşdırsın. Zuhri? Bəli, Axı o buna necə cəsarət eləyib, hə? özdə bir neçə dəfə. Allah and olsun ki, onu öldürəcəm. Bizim əlimizdən çörək yeyib, indi də bizim işlərimizə qarışır. Tələsmə, Əmir. Onun sayacağı günlər çox azdır. Sən vəliəhdsən. Ondan intiqam alacağın gün yetişəcək. Sən xilafət kürsüsündə əyləşəndə Zuhri və başqaları sənin üçün eyni olacaqlar. And içirəm, istədiyimə nail olan kimi onu öldürəcəm. Qoy bu mənə borc olsun, Zuhri. Onun fikri ilə razılaşan başqası da oldu. De görüm o kimdir? Muhammed və İbrahim ibn Hişam ibn İsmail da bu təklifi dəstəkləyiblər. Muhammed? İbrahim? Əmim oğlanları? Mən onların bu hərəkətini heç vaxt unutmayacağam. Və onların başına nə oyun gətirəcəyimi görəcəksiniz. Ağam, izin versəydin, dəricəsinə sevdiyim dini sənin üçün təsvir eləyərdim. De, Mənsur. Həqiqətən də Allah yaratdıqları ilə tanınmaqdan ali və uludur. Əksinə, yaranmışlar Allah ilə tanınırlar. Doğrudur. Kim onu yaradan bir Rəbbin olduğunu bilsə, bilməlidir ki, həmin o Rəbbin razılığı və qəzəbi də vardır. Onun razılığı və qəzəbi də yalnız vəh və elçisi vasitəsilə bilinir. Kimə vəh nazil olmursa, o Allah elçilərini axtarmalıdır. Onları tapdıqda, höccət olduqlarında əmin olduqda, mütləq şəkildə itayət eləməlidir. Əhsən sənə. Peyğəmbər, Allahın salamı ona və onun ailəsinə olsun, Allahın yaratdıqları üzərindəki höccət idi. Və Peyğəmbər, Allahın salamı ona və onun ailəsinə olsun, dünyasını dəyişdikdə yaranmışlar üzərindəki höccət kim idi? Dedilər, Qur'an. Qur'ana nəzər saldım. Bütün insanların ondan dəlil gətirdiklərini gördüm. Mürcilərin, qədərilərin və hətta ona iman eləməyən zındıqların belə bəzən öz mübahisələrində tərəf müqabillərinə Qur'an ilə qalib gəldiklərini gördüm və anladım ki, Qur'an havadarı olmadan höccət ola bilməz. Və həmin havadarın söylədiyi də haqdır. Onun da alim olması vacibdir. Bəs o kimdir? Düz dedin. Soruşdum ki, Qur'anın havadarı kimdir? Cavab verdilər ki, İbn-i Məsud Qur'anı bilirdi. Ömər bilirdi. Hüzeyfə bilirdi. Soruşdum, hamısını? Cavab verdilər ki, xeyr. Haqqında o Qur'anın hamısını bilirdi deyilən yeganə şəxsi yalnız Əli əleyhissalam gördüm. Ümmət dolaşıq məsələ ilə üzləşdikdə, bu bilmirəm deyərdi. O bilmirəm deyərdi. O biri bilmirəm deyərdi. Əli əleyhissalamsa deyərdi ki, mən bilirəm. Mən şəhadət verirəm ki, Əli əleyhissalam Qur'anın havadarı idi. İtayəti vacib buyurulan kəs idi. Peyğəmbərdən sonra Allahın salamı ona və onun ailəsinə olsun, insanlar üzərindəki höccət idi. Onun Qur'ana aid söylədiklərinin hamısı haqdır. Bərəkallah, Mənsur. Allah köməyin olsun. Salam əleykum anacan. Xoş gördük oğlum. Elə bil sevinirsən. Allaha min şükür. Bugün yaxşı qazancla gəlmişəm. Ürəyin nə istəyirsə de, gedim sənin üçün alım. Səndən bir şey soruşmaq istəyirəm. Sən bu yeni dininlə ağlımı əlimdən almısan. Səni narahat eləyən nədir ana?
Son zamanlar səndən görüb eşitdiklərim ancaq səma peyğəmbərlərinə aiddir. Onların ardınca getmək bütün insanlara vacibdir. Lakin... Bəli, anacan. Peyğəmbərlərdən sonuncusunun ardınca getmək hər bir insana vacibdir. Allah onu sevər və razı qalar. Lakin sənin bir dindən digərinə keçməyin çox çətindir, oğlum. Əgər sənin xilasın bundadırsa və bunun da sonunda Rizvandakı cənnət və əbədi həyat varsa, yenə də çətindir, ana. Sənin dininə gəlmək istəyən neynəməlidir? Mən bu dindən məmnun qaldım. Qəlbimdə ona bir meyil hiss elədim. Anacan, bir daha təkrar eləyirəm. Həqiqətən Məsih əleyhissalam özündən sonra adı Əhməd olacaq Peyğəmbərin gələcəyini müjdə vermiş və demişdir ki, ona tabi olun. Məsələ yalnız bizim aramızda qalmalıdır. Yaxşı, olmaz. Əgər bundan kimsə xəbər tutsa, onda vay bizim halımıza. Heç kim bilməyəcək, gedək. Ey əmir əl-möminin, gözətçilər qəsrin qapısı qarşısından bir kağız parçası tapıblar. Nə yazılıb orada? İstəsə sizin üçün oxuya bilərəm, yaxud da özünüz oxuya bilərsiniz. Burada yazılanlar düzdürsə, Xalid ibn Abdullah qəsrini öldürəcəyəm və onu tikə-tikə doğradacağam. Lakin mənim ağam, biz bu beytləri kimin söylədiyini bilmirik. Heç bilmirik bunlar doğrudur yoxsa yalan. Dərhal şairləri topla. Bəs Allah Taala'nın hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün kəlamı barədə nə deyə bilərsiniz? Sınayıb bilmək üçün ifadəsi, sizi izləmək üçün, sizə nəzarət etmək üçün mənasındadır. Daha gözəl əməl sahibi deməsi isə, daha çox iş görən deyil, daha dürüst iş görən deməkdir. Ağam, amma biz çox vaxt əməlləri saya görə istəyirik. Şərtlərini bilərək və saf niyyətlə görülən az iş Allah dərgahında qəbuldur və mükafatı artar. Nəfsinə uyan şəxsin gördüyü çox işsə qəbul olmaz. Həqiqətən də əməlin dürüstlüyü Allah qorxusu və saf niyyətlə olur. Uca Allahın yanında ixlaslı olmayan şəxsin əməlinin qiyməti heçdir. Sizə qəsidə beytləri deyəcəyəm, qulaq asın. Atıldı üç diş oxlar, alqan oldu el aləm. Cəngi cidal çoxaldı, bağrım oldu dərdələm. Günahın ücbatından axdı günahsız qanlar. Rəhm elə söndür odu, gəl etmə bunca sitəm. Ağıl ilə dostluq et, həzər ilə cəngidən. Öyle iş tut ki əvvəl, çəkməyəsən sonra qəm. Gəl istəsən yüksəlsin xalq içində məqamın, səbr qıl, zülm eyləmə xalqa dəyməsin sədəm. Qaldır bir Çin səddi ki, müşkülün qabağında, onların hər müşkülü rəvan olsun dəmadəm. Amma ki sövq eylədin, ümmətə verdin cəfa, o da xilas yolu tək hiliyə qoydu qədəm. Qorx ki bir gün yetişər, cana doyar ümmətin. Onda zərbeyi hədəf, başın üstə olar cəm.
O beytlərin sahibinin kim olduğunu bilmək istəyirəm. Deyəsən bu beytlər Kumeytindir, ya Əmir əl-Möminin? Bəli, apsi düz deyir. Bu Kumeytin şeiridir. Ya Əmir əl-Möminin, bu Kumeydin ləhcəsidir. Xəzinədar, onların hər birinə 1000 dinar ver. Deməli, Kumeyd məni qəsridən çəkindirir. Mənə düzünü de, Əbrəş. Əleyhimə deyilənlərə diqqət yetirirsiniz. Biz keşiyinizdə sarsılmazıq, ey Əmir əl-Möminin. Cəsuslar da hər kiçik və böyüyə nəzarət eləyirlər. Narahat olmayın. Mən necə narahat olmayım. Əsədimi çəkənlər hakimiyyətimin büdrəməsini gözləyirlər. Hakimiyyətimizdə çaxnaşma salanlar da onlardır. Onlar sənin hakimiyyətindən bir qarış belə əldə edə bilməyəcəklər. Sənin mülkündə bizim həyatımız da var. Biz öz həyatımızı hər hansı bir tamahkarın qarşısında hədara atmarıq. Elə isə, Xalidə bir məktub yaz. Olanları ona bildir. Olanları Xalidə yazım. Ürəyində olanları bizim üçün izah eləsin. Qoy bilsin ki, onun fikrindən keçənlər bizim üçün heç də gizli deyil. Qardaşlarım, xəbəriniz olsun ki, Əhl-i Beytə kömək eləmək ölkənin və millətin xeyrinədir. Bundan daha üstünü Allahı razı salmaqdır. Ey Əbəsalam, buna görə bizlərə vacibdir ki, pulumuzla, canımızla və tərəfdarlarımızla onlara dəstək olaq. Bilirsiniz, qardaşlarım, onlar haqqı bərqərar etmək və Peyğəmbər sünnəsi yolunda hər şeydən keçirlər. Allaha görə hər şeyə hazırdılar. Biz də bu yolda heç bir şeydən çəkinməməliyik. Malımızdan, canımızdan keçməliyik. Bu bizim vəzifə borcumuzdur. Haqq qarşısında, Peyğəmbər salavatullah və ailəsi qarşısında. Peyğəmbərin və ailəsinin razılığından daha üstün nə istəyirsiniz? Muhammed Əhl-i Beytinin rizaləti! Muhammed Əhl-i Beytinin rizaləti! Kufə. Əmiri narahat eləyən nədir? Xəlifə-i Şam yazır ki, Kumeyd onu məndən ehtiyat etdirəcək beytlər yazıb. İddia eləyir ki, mən onu xilafətdən uzaqlaşdırmaq üçün çalışıram. Təəccüblüdür. Görəsən Kumeyd bundan nə məqsəd güdür? Mən onu boş buraxmayacağam. O mənim dırnaqlarımla tikdiyimi darmadağın eləmək istəyir. Mən əsilzadə ərəb zənginlərini, onların qəbilələrini, hətta Bəni Ümeyyə yaxın olanları, xəlifələri satın aldım. O axmaqsa mənə Hişamın əli ilə zərbə vurmaq istəyir. Bu murdar adəti üzrə sənin qəbilənlə öyünür. Qulaq as. Kufədəki valimizə yaz ki, o alçağı ən üfunətli və ən natəmiz həbsxanaya atsın. Dəli olana kimi, ya da elə orada gəbərənə kimi. Nəxrası da dərhal yanıma çağır. Qoy ən gözəl və ən ağıllı qadınları toplasın. Tərpən. Görürəm Xəllal məni gözləmədən gedir. Sadəcə Şeyxin Bəkir İbn Məhanın yanına gecikmək istəmədim. Abbasilərə yardım mənim üçün xəzinə toplamaqdan əsizdir. Sənin barəndə elə belə də fikirləşirdim. Gedək. Qulaq as Nəxras. Bunlardan yazıb oxuya bilənləri, şeir əzbərləyib gözəl tərzdə deyə bilənləri istəyirəm.
Mən sizin üçün beytlər oxuyacağam. Sizdən bunları əzbərləmənizi istəyirəm. Və əgər sizdən soruşsalar ki, şeir kimindir, onda deyərsiniz, Kumeytə məxsusdur. Eləcə də sizi Əmir əl-Möminin Hişam İbn Əbdülməlikin qəsrində xidmət eləmək üçün göndərirəm. Yəqin ki, başa düşdünüz. Hı? Yaxına gəl, Yasəmən. Əmr eləyin ağam. Sənin üçün oxuduqlarım yadında qaldı. Əzbərləmişəm mənim ağam. Sənə tapşırdıqlarımı yaddan çıxarmazsan ki? İnsan da heç adını yaddan çıxarar. Afərin. Tapşırığı yaxşı yerinə yetirsən, səni yetərincə mükafatlandıracağam. Ağam, mənim mükafatım sizin razılığınızdır. Yaxşı, gedə bilərsən. Ya Allah, Əssalamun aleyküm. sizə də salam olsun. Xoş gördük sizi. İmam Sadiq hardadır? Bugün məsciddə onu görmədik. Nasaz və ya bir dərdə başı qarışıq deyil ki. Xeyr, ağam Sadiq salamatdır. Lakin səhər tezdən bostandadır və hələ də qayıtmayıb. Biz də onun yanına gedək. Ona həm kömək eləyərik, həm də həm söhbət olarıq. Allah amanında. Salamat qal. Sizə yaxşı yol. Dəməşq. Günəşi görməyən göz, haqqı güman elədi. Zülm eləyən zalımı tale viran eylədi. Hak yolu ilə getməyə oyanmadı ümmətim. Rüyayı qəflətdədir, işə ziyan eylədi. Bu şeir kimə məxsusdur? Kumeyt İbn Zeydə məxsusdur ağam. Kumeyt İbn Zeyd. Davam elə. Zülmə giriftar olan istəsəydi ədalət. Bilərdi ki, bu qəflət xeyli hədyan eylədi. Yumdu gözünü ümmət, hökm düşdü təxirə. Dünya malının mehi əsdi, boran eylədi. Sözümüz rəsulların, nəbilərin sözüdür. Amma əməllər bizi cahil bəyan eylədi. Həva-i həvəs bizi əsir etdi dünyaya, xərabət əhli olduq, zülüm, tüğyan eylədi. Davam elə, davam elə. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər. İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.